Ben onu 70-ci illərin ortalarında tanıdım. Hələ orta məktəbdə oxuyurdum və sinif yoldaşım, eyni zamanda qonşum və dostum Mahal onu mənə tanıtdırdı. Gülnisə Bayramova. Çox gözəl, cingiltili zil səsi var idi Gülnisə xanım. Bu vaxt eşitdiyim mahnı da indiyə qədər qulaqlarımdadır. Cahangir Cahangirovun Bakı mənim məskənimsən mahnısı. Tez-tez televiziyada verirdilər o mahnı. Çox təəssüf ki, indi yoxdur o mahnı. O mahnı mən nə qədər axtarsam da tapa bilmədim və bu gözəl mahnını çox böyük müğənnilər oxuyub. Elmira xanım Rəhimov oxuyub, Şövkət Ələkbərov oxuyub. Son illər Sahib İbrahimov çox gözəl oxuyub. Ancaq nədənsə mənim yaddaşımda Gülnisə Bayramovanın Bakı mənim məskənimsən mahnısı qalıb. O gözəl səsli, o gözəl üzlü xanımın. Sonralar çox axtardım mən onu. 80-ci illərdən sonra demək olar ki, görünmədi. Və hardasa 40 ildən artıq bir müddətdə Gülnisə Bayramovanı mən televiziyada görə bilmədim. Bəlkə mən görə bilməmişəm. Ancaq dedilər ki, ailə qurub və sənətdən uzaqlaşıb. Ancaq toylara getdiyini də dedilər. Bəzi toylarda görənlər də olmuşdu. Toylarda oxuyurmuş deyəsən. Ancaq nədən televiziya çıxmadı, nədən yeni mahnılar yazdırmadı, bugünə qədər də mənim üçün sirdir. Çünki xanım müğənnilər təbii ki, ailə qurandan sonra sənətdən müəyyən qədər uzaqlaşmaq məcburiyyətində qalırlar. Ancaq tamamilə uzaqlaşmağa nə ehtiyac? Arada hansısa mahnını yazdırmaq olardı. Arada hansısa təsnif oxumaq olardı. Çünki hər yaşda səsin öz gözəlliyi var. 20 yaşlarında oxuyan müğənni, gözəl mahnılar ifa eləyən, muğamlar ifa eləyən müğənni 30 yaşlarında tamamilə başqa tərzdə ortaya çıxa bilir. 40 yaşında daha şirin olur onun ifası, oxumaları, 50 yaşında bir başqa gözəlliyi var. Çox təəssüf ki, Gülnisə xanımın yalnız 20 yaşlarında oxuduğu ifalar, oxuduğu mahnılar və muğamlar qalıb. Sonra səsi necə dəyişdi, sonra səsi necə gözəlləşdi, biz bunu görə bilmədik. Bu yaxınlarda Gülnisə xanımla bağlı veriliş eləmək istəyəndə onu mənə tanıdan, onu mənə sevdirən dostum Mahalla əlaqə saxladım. Unutmuşdu Gülnisə xanım. Mənə sevdirsə də özü yadında saxlaya bilməmişdi və o hadisəni də unutmuşdu. O hadisə də yadında qalmamışdı. Görünür, uzun illər hərbi xidmətdə olması, ağır həyat yolu keçməsi burada da öz təsirini göstərmişdi. Yaxşı ki, Gülnisə xanımı unutmayanlar da var. Və onların sayəsində onun bir neçə ifası gəlib bizə çatıb. Və onları bir-bir xatırlayıb, bir-bir yad eləyib, minnətdarlıq eləmək istəyirəm onlara. Elxan Babayeva. Onun sayəsində bir neçə gözəl mahnı gəlib bizə çatıb. Ramiz Mirişlinin Dilsuz Mustafayevin sözlərinə yazdığı ilk sevgi mahnısı. Göydə yoldu
Sevimli bəstəkarımız çox ağır həyat yaşamış Bəhram Nəsibovun Səni qəmli görəndə mahnısı. Həm musiqisi, həm də sözləri bu dəyərli sənətkara məxsusdur. Və bu mahnını Gülnisə xanım çox gözəl oxuyur. Boran olar, qar olar, işim ahuzar olar, mənə dünya dar olar, səni qəmli görəndə. Əsən külək dayanar, eşki məsləhlə yanar. Əsən külək dayanar, eşki məsləhlə yanar. Aşıq onlara yanar, hər gönül gülər. Aşıq onlara yanar, hər gönül gülər. Boran olar, qar olar, işim ahuzar olar, mənə dünya dar olar, hər gönül gülər. Boran olar, qar olar, işim ahuzar olar, mənə dünya dar olar, hər gönül gülər.
Değerli tarihçimiz, Azərbaycan muğamının yaşamasında, öğrenilmesinde çok büyük xidmətləri olan Vamiq Məmmədəliyevin sayesinde biz çoxlu değerli sənətkarlarımızın ifalarına qulaq asmaq imkanı əldə eləmişik. Elə onun sayesinde de Gülnisə Bayramovanın hem Qatar muğamını hem de Bayatı Kürd təsnifini dinləmək imkanımız var bugün. Eyleyin bana bir
Azərbaycan musiqisinin, muğamlarımızın təbliğində çox böyük zəhmət çəkən insanlardan biridir Elşən Tahirov. Elə onun sayəsində də biz Gülnisə xanımın bir neçə mahnısını dinləmək imkanı əldə etmişik. Şəfiqə Axundovanın Unudulmaz Ne için Gelmesini, o ilahi mahnını Gülnisə xanım çox gözəl oxuyurdu. Qoyubdu intizarında ne için gelmez, həmişə ahuzarında ne için gelmez. Könüldə intizarım var, ne səbrü, ne qərarım var. Demez bir gemli yarım var, ne için gelmez. Könül falan eyleye, ne yapmasam. Kayıptır intizarında, ne için gelmez, ne için gelmez. Könülde ah uzar, mezhebi kararım var. Könülde ah uzar var, mezhebi kararım var. Demez bir gemli yarım var. Demez bir gemli yarım var. Ne için gelmez, ne için gelmez. Ne için gelmez, ne için gelmez. Ne için gelmez, ne için gelmez. Ay doğdu kalbilendi, azizim kalbilendi. Ay doğdu kalbilendi, neye desem andı için bu kalbilendi. Neye desem andı için bu kalbilendi. Könülde ah uzar, mezhebi kararım. Könülde ah uzar, mezhebi kararım. Demez bir gemli yarım var. Demez bir gemli yarım var. Ne için gelmez, ne için gelmez. Ne için gelmez, ne için gelmez. Ne için gelmez, ne için gelmez. Ne için gelmez.
Aşıq Ələsgərin sözlərinə yazılmış iki mahnını da ifa eləyib Gülnüsə xanım. Biri Niyə Döndü mahnısıdır. Biri də məşhur Güləndam mahnısıdır. Birinin müəllifi Hacıxan Məmmədovdur. Digərinin müəllifi Ramiz Birişlidir. Qara gözlü, qələm qaşlı Güləndam. Səni gördüm, əl götürdüm dünyadan. Qara gözlü, qələm qaşlı Güləndam. Alma yanağın, amanlı dağına. Alma yanağın, amanlı dağına. Baxan kimi, alın çaşlı Güləndam. Baxan kimi, alın çaşlı Güləndam. Demirsən Ələsgərin hardadır? Səbəb nədir? Bilməyirəm hardadır. Heç demirsən Ələsgərin hardadır? Səbəb nədir? Bilməyirəm hardadır. Mənim gözüm sənin kimi yardadır. Mənim gözüm sənin kimi yardadır. Başı gəlir sən xoşlu Güləndam. Güləndam mahnısı 70-80-ci illərdə çox populyar bir mahnı idi. Belə o illərdə də Güləndam xanımı görmək imkanımız oldu. Televiziyada onunla müsahibə hazırlanmışdılar. Çox böyük maraqla gözləyirdik. O gözəl Güləndamı görmək istəyirdik. Görmək istəyirdik ki, Aşıq Ələsgər kimin haqqında deyib ki, səni gördüm, əl götürdüm dünyadan, qara gözlü, qələm qaşlı Güləndam. Və gördük, çox qocalmışdı, ağır eşidirdi. Və düşündük ki, kaş Güləndam xanımı, o gözəl Güləndamı belə görməyəydik. Elə xatirimizdə də Aşıq Ələsgərin
təsvir elədiyi kimi gözəl qalaydı. Sen benim talihimden, sönmeyen bir baharsan. Sen benim talihimden, sönmeyen bir baharsan. Eşkimin yollarında, güneş gibi yanırsan. Eşkimin yollarında, güneş gibi yanırsan. Ömrümü nurlandıran sədaqətindir sənin. Ömrümü nurlandıran sədaqətindir sənin. Məni xoşbəxt eyləyən məhəbbətindir sənin. Məni xoşbəxt eyləyən məhəbbətindir sənin. Sən mənim talihimdən, sönməyən bir baharsan. Sən mənim talihimdən, sönməyən bir baharsan. Eşqin yollarında, güneş gibi yanırsan. 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 Güneş gibi yanırsan. Güneş gibi. 40 ildən artıqdır ki, Gülnisə Bayramova televiziyalardan və gözlərimizdən uzaq düşüb. Cəmi bir şəkli var, bir neçə mahnısı qalıb ondan və çox arzuluyuruq ki, onu görə bilək, onunla danışa bilək, ona həyatı haqqında bizi narahat edən, bizi düşündürən sualları verək. Çox istəyərdik. Səsimizə səs versin Gülnisə xanım. 70-ci illərin gənclərinin çox sevdiyi və bu günə qədər də unuda bilmədiyi Gülnisə xanım. Bir də mənim vəfasız dostumun mənə sevdirdiyi ancaq özünün unutduğu Gülnisə xanım. Sizi axtarırıq. Ayrılıqdan ölüm yeydi, yan həsrətin qəlbiməydi. Ayrılıqdan ölüm yeydi, yan həsrətin qəlbiməydi. Nə dedim xətrinə dəydi, ay gülüm, üzün məndən niyə döndü? Nə dedim xətrinə dəydi, ay gülüm, üzün məndən niyə döndü? Niyə döndü, niyə döndü, üzün məndən niyə döndü? Niyə döndü, niyə döndü, üzün məndən niyə döndü? Ağzı şəkərlərdən ayrılır, üzün məndən niyə döndü? Ağzı şəkərlərdən ayrılır, üzün məndən niyə döndü?
Gel əskər